Məlum olduğu kimi, orta məktəblərdə şagirdlərin bilik və bacarıqları kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmə vasitəsilə ölçülür. Lakin bu sistemin nə dərəcədə effektiv olduğu və başqa qiymətləndirmə forması ilə əvəz edilə biləcəyi barədə cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Mövzu ilə bağlı Today Press TV-yə danışan təhsil eksperti İlqar Orucov bildirib ki, məktəblərdə qiymətləndirmənin bir neçə forması mövcuddur. Stat: bunlar diaqnostik, formativ, kiçik və böyük summativlər şəklində həyata keçirilir. Ümumilikdə isə kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmələrin məqsədi şagirdlərin tədris məzmununu nə dərəcədə mənimsədiyini müəyyənləşdirməkdir. Bu sistem kurikulumun bir tələbə kimi tətbiq olunur. Ona görə də fərqli qiymətləndirmə forması aparmaq mümkün deyil. Statın sonu. Ekspert əlavə edib ki, kurikulum tətbiq olunan siniflərdə bu qiymətləndirmə üsulu həm effektiv, həm də obyektiv sayılır. Həmin qiymətləndirmə forması kurikulumun tərkib hissəsidir. Dünyada da kurikulumla tədris olunan siniflərdə qiymətləndirmə eyni prinsiplərlə aparılır deyə İlqar Orucov vurğulayıb. Qeyd edək ki, kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmə tədris ilində müəyyən vaxtlarda aparılır. Adətən kiçik summativ qiymətləndirmə hər ay, böyük summativ qiymətləndirmə isə hər yarım ilin sonunda təşkil olunur. Türkan İskəndərli, Today Press TV.